Amma insanları, kasıbları, fəhlələri elə eləsinlər ki, bu kasıblar dolana bilsinlər. Bir-birlərinə, inancan klientlərlə üz gözəm mən. Qardaş, mənə deyirsən, nöşbəl eləyirsən, deyirəm ki, məni məcbur eləyirlər. Xeyr ola, mən həmişə ət, balıq, toyuq yedirdiyim evə, nəyə görə mən pomidor çığırtması yedizdirməliyim, ya da göyərti ilə kükü yedizdirməliyim. Xeyr ola. Mən nöş qalxızmamalıyım, hökumət qalxacaq, mən də qalxacaqam. Ağlı olan qalxısın. Yazıqdır bu millət. Allaha and verəm, bu milləti başa düşün. Varlığa saymıram mən. Onlar onsuz da çox-çox hər şey ciblərindədir. Prezidentimizin Allah canını sağ eləsin qeydli dedi ki, Azlifan sürün. Azlifan sürün. Hani Azlifan? Hamısı deyib Porsche sürür, Mazaret de sürür. Allah başa can eləsin. Nə qardaş? Özü bilən nə sürsün. Amma milləti də fikirləşin də qardaş. 10 dənə yeyəndə bir 2 dənəsini atın bizi üçün də. Nə ola? Göstərir ATV bir yekə adamdır. Ala bəs süründə ATV bir göstərir ki, belə inkişaf eləyir. Bizim hər şeyimiz var. Biz günü-gündən inkişaf eləyirik. Ermənistan acından ölür. Sən öz millətinin dərdinə qal ki, kasıb təbəqədir. Biz olmasa o nə olacaq? Qarabağda vuruşanlar kimdir? Kasıb təbəqədir də bəlkə. Düzdür. Heç olmasa bunlara yaxşı baxın da. Mən nəyə görə evə gedəndə qızım nəsə istəyəndə, oğlum nəsə istəyəndə deyim ki, gələn dəfə. Mən heç var yalan danışmamışam. Nə tər başa salım ki, bu qiymət qalxıb mən işləyə bilmirəm. Qızım üçün ala bilmirəm, oğlum üçün şalvar ala bilmirəm. ATV, Space, nə bilim, Xəzər, ictimai olsun, Quran haqqı mən qeydib deyəcəm, məni danışdırma. Deyirsən, mən dediyimin əksini deyəcəksən.